ريال مدريد حلال. Hər birinizi salamlayırıq dostlarım, bilirik ki, işləriniz qaydasındadır. Siz Peñablancas YouTube kanalındasınız və burada möhtəşəm bir veriliş var. Bu verilişin adı Halal Madriddir. Burada biz sadə, skromlu Real azarkeşləri öz həqiqətən də skromlu, son 8 oyunda cəmi 2 dəfə qalib gələn klubumuzu müzakirə edirik. Sizə də gələ bilər ki, biz Levante'nin azarkeşləriyik, amma yox, biz Real azarkeşləriyik. Sağımda dünyanın ən möhtəşəm futbolçusu və 5 qat əslində Ballon d'Or qalibi, amma onun yuxularında Vinicius nəzərdə tuturanda başa düşürsünüz. Lətif bizim Telegram kanalımızın admini, idarə heyətimizin üzvü. Hər vaxtınız xeyir olsun. O isə yuxuda ancaq Alabanın stolunu görür, bizim köhnə madridistamız və fan klubumuzun üzvü Fərman. Hamını salamlayıram. Özü də təqdim elə, Bellingham azarkeşi kimi. Mən isə yuxuda ancaq yaxşı şeylər görürəm. Mən istəyirəm ki, sadəcə Cristiano Ronaldo dünya çempionatını qazansın. Necə də dedim ha. Necə də dedim ha. Nətər fikirləri çəkdim Bellinghamdan zaten. Bu gün 14-cü buraxılışdır və bu gün biz nəzərə alsaq ki, son biabırçılıqlar haqqında danışmamışıq. Biz bu biabırçılıqları nəzərə alacağıq. Düzdür, biraz indi Univari Bilbao haqqında danışacağıq. Ona görə də biraz onlar komandaya bir kompliment edə bilərik. Amma ondan sonra başlayacağıq Celta'nı danışmağa, ondan sonra başlayacağıq City'ni danışmağa və orada artıq bura biraz qaynayacaq. İlk öncə ondan başlayaq ki. Mən təklif edirəm ki, La Ligadan başlayaq və La Liganı birləşdirək ki, ümumi bir şəkil çıxardıq ortaya. Biz nə gündəyik? Bu nə vəziyyətdir? Mən başa düşəmirəm. Biz 5 xal qabaqdaydıq. 40 gün bundan qabaq. Bu 40 günə nə dəyişdi ki, biz 4 xal arxaya düşdük. Okey də mən başa düşürəm. Formlu komandalara qarşı oynadıq. Gironadan başqa. Çünki Girona həqiqətən bu mövsüm çox pis vəziyyətdədir. Gironadan savayı bütün komandaların ya normal məşqçisi olub, bizdən xal alanların, ya da ki strukturlu futbolu olub. Bu Elche'yə də aiddir. Orada Sarabia var. Elche çox simpatik futbol oynayır. Elche top 8-dədir. Rayo Vallecano ömür boyu hər kəsin beynini ağrıdır. Okey, Bilbao qalib gəldi, amma Bilbao da bir adlı bir brenddir İspaniya futbolunda. Nə də olsa onunla oynayanda Real'dan Barsa El Clasico deyirlər. Adamlar 2 divizyona düşmüyor. Bu statusdur yəni. Celta isə ümumiyyətlə Avropa Liqasında oynayır. 10-cu yerdə, amma Avropa Liqasında oynayır. Yəni daimi bağlı adamların strukturu var da, həmişə də Barcelona xal alırlar, Real'la problem yaradırlar. Yəni biraz orada Xabi Alonso bəxti gətirmədi ki, ard-arda belə bir situasiya düşdü. Amma digər tərəfdə də rəqib kim olursa olsun, okey, bu ard-arda Bavariya, City, PSG, Liverpool deyilsə, sən bu komandaları, yəni okey, 8 oyunda 7 dəfə udub, bir dəfə neçə, yaxşı 6 dəfə udub, bir dənə neçə, bir dənə də uduza bilərsən. Normalda 8-in 7-yi olmalı. 8-in 7-yə, amma elə o çıxdı ki, 8-in 2-yə oldu. Və sizə bir sualım var. Okey, biraz Valverde'ni söyləyək. Valverde deyək ki, mən onun üçün nəzərdə tutmuram. Bilbao'nun məşqçisini nəzərdə tuturam. Mən artıq rəsmi bəyanat vermişəm və rəsmi bəyanatımı bir də çatdırıram. Biz axı rəsmi fan klubuq, düzdür? Rəsmi bəyanat verə bilirdik, qardaş. Bəli. Bizimlə, yəni Real'la oynayanda, yəni Real'a qarşı çıxış eləyəndə kim açıq futbol oynayacaqsa, ona mən rəsmi olaraq Loh nominasiyasını verirəm. Loh adını verirəm. Çünki Liverpool belə sizə göstərdi ki, qardaş, bizlə müdafiədə oynayıb kontratakla oynayırsansa, qələbə ən pis halda heçsə sənin cibindədir. Nə ağılına Valverde çıxmışdı bizlə belə açıq futbol oynamağa. Və ən möhtəşəm oyunumuzu da elə, bəlkə də mövsümün ən möhtəşəm oyunu keçirdik. 3 dənə möhtəşəm gözəl gol vurduq. Hələ Kamavingan qolu, kombinasiyalı futbol kişi. Bizdən çıxmayan iş son bir ayda kombinasiya eləyib futbol. Trent Alexander-Arnold normal oyun oynadı. Ona görə də mənim sizə bir spiker olaraq sualım var. Bilbao oyununda çox yaxşı oynadıq. Amma meydanda tək Jude Bellingham idi. Yəni mərkəzdə. Celta ilə bəlkə də mənim azarkeş karyeram da, yəni 20 il ərzində top 3 ən bərbad oyunu keçdi və meydanda həm Bellingham, həm Arda var idi. Sizcə problem nədədir? Bəlkə həqiqətənmi bu Bellinghamla Gülər birlikdə oynaya bilmirlər? Kim fikir varsa birinci başlaya bilər. Başlasın. Belə eləyək də, başlamamışdan əvvəl biz birinci bu bayrağımızı biraz salmaq olar. Bəli. Birinci yerə qaydanda qaldırarıq. Mən belə fikirləşirəm. Əgər qalxa bilsə. Qalxarıq. Əgər qalxa bilsə, çünki vəziyyət həqiqətən acınacaqlıdır. Deməli, ümumiyyətlə 8 oyunda 2 qələbə, 10 oyunda 4 qələbəmiz var. 10 oyunda 4 qələbə və səhv eləmirəmsə 2 məğlubiyyət, 4 heçəsi olmalıdır. 3 məğlubiyyət, 3 heçəsi. Elədir. Və mən sadəcə bir məsələyə aydınlıq gətirmək istəyirəm. Abdul, elə düşünmə ki, biz
okey, mübarizə aparan komandalara qarşı oynamışıq, amma hər halda La Liqanın 18-ci yerində qərarlaşan Girona ilə udmalıydıq yəni. Oyunda 1-1. Bu il demək olar ki, Qarabağdan başqa hər hansısa bir oyunda mənim baxımlı oyun oynadığını görmədiyim Atletik Bilbao'nu sadəcə olaraq məğlub eləyə bildi. Celta 10-cu yerdə gedir. Hər nə qədər mübarizə aparan komanda olsa belə, eyni zamanda Elche, hər nə qədər mübarizə aparan komandalar olsa belə, qardaş, sən bu qədər klublara qarşı, bu tip komandalara qarşı ardıcıl olaraq hal itirməyə şəxsən mənə görə Real Madridin nə azarkeşinin, nə də klub rəhbərliyinin dözümü olmamalıdır. Bu mənə görə çox acınacaqlı bir haldır və mən sonuncu dəfə xatırlamıram bu situasiyaya, bu ümumiyyətlə nəticələrə ardıcıl olaraq biz nə vaxt üzləşmişik bu qədər bu ardıcıllıqla bu tip komandalara qarşı xal etkiləri və yaxud məğlubiyyət. 18-19 mövsümdə əskərlikdə idim, elə idi. Valla yenə deyirəm, Ronaldo gedəndən sonra. Bəlkə də buna bənzər situasiya yaranmışdısa belə, mən yəni sırf bu qədər ardıcıl olmamışdı. Ardıcıl olaraq, bu qədər bizim ardıcıl olaraq və deyim ki, çox baxımsız oyun. Əslində bəzi belə deyək, məqamlarda baxımsızlıq da yox idi. Sadəcə olaraq ya məhsuldarlıq, bax, mən belə bir şey deyim, mən statistikaya baxıram, son 4 oyunda, 5 oyunda bizim gol XG-miz 10'dur. Ortalama yoxsa ümumiyyətlə? Ümumiyyətlə oyun ərzində gol XG-miz 10'dur son 4 oyunda. Amma bizim məhsuldarlığımız 5'dir. O XG-yə sən 5 epizodların yarısını reallaşdırmır. Bəli, reallaşdıra bilir və 1 XG də belə deyək də, sən normal 2 moment tutmalısan ki, 2 gol epizodu yaratmalısan ki, sənin gol XG 1 olsun. Mənə demişdilər ki, onu 0.25 ilə saymaq lazım. Bəli. Bir moment 0.25-dir, bir XG 4 momentdir. Bəli, sən təsəvvürünə gətir ki, 20-30 gol şansından sadəcə 5-indən yararlana bilmirsə və bu 5-inin də 4-ünü Mbappé qola çevirib, birini Kamavinga, onun da asistini Mbappé verib. Yaşayışdalar. Həqiqətən gülünc vəziyyətdəyik. Biz yəni mən başa düşə bilmirəm. Fikrimi bilmirəm tam izah eləyə bilirəm yoxsa yox. Mənim özüm belə bu nəticələrə baxıram və bir yandan fikirləşirəm ki, yəni oyundan sonra da oyunçuların belə deyim, birazdan City maçına gələndə bunu bir daha üstündən keçəcəyik. Oyundan sonra futbolçuların qayıdıb mətbuata reportajında o deyirlər ki, misal üçün biz baş məşqçimizin arxasındayıq, biz baş məşqçimizi müdafiə edirik. Onun üçün qardaş sən baş məşqçi üçün mübarizə aparmamalısan. Sən birincisi formasını daşıdığın klub üçün mübarizə aparmalısan. Bu klubun dəstəkləyən azarkeş üçün mübarizə aparmalısan, meydanda tər tökməlisən. Ancaq ondan sonra artıq sən bəli baş məşqçiyə sahib durmalısan və bunun üçün də artıq mənə görə gecdir. Sən bunu vaxtında eləməliydin. Komandada bu qədər problemlər üzə çıxmamalı idi. İndi düzdür, uşaqlar deyirlər ki, mən maraqlı bir rəy oxudum dünən. Deyir ki, Xabi Alonsonun kluba gəldikdən etibarən etdiyi 2 böyük səhv oldu ki, hansı ki klubdan onu, futbolçulardan onu uzaqlaşdırdı. Bunlardan biri Bellingham'in, formsuz Bellingham'in zədədən qayıtdığı halda Atletico Madrid derbisinə start heyətdə buraxılmağı idi ki, tələsdi onu start heyətdə buraxmağa oyuna. Əlində olan o vaxta qədər mən belə xatırlayıram ki, həmin dönəmdə artıq bizə görə start heyət formalaşmışdı. Gülər oynayırdı, tək oynayırdı. Bəli, Bellingham'siz start heyətimiz formalaşdırmışdı. Amma Məstan da var idi. Bellingham'in inteqrasiyası bizə maraqlı idi ki, Bellingham qayıdandan sonra komandaya necə inteqrasiya olunacaq? Bellingham yaxşı inteqrasiya olunmadı mənə görə, hələ ki, indi ona da qayıdarıq. Və El Clasico'da Vinicius'un əvəz olunması, mənə görə vaxtından tez əvəz olunması, Vinicius'un düzdür orada etirazı yersiz idi. Biraz o şəkildə etiraz düzgün deyildi. Yəni dediyim odur ki, bu rəy mənə belə deyim, maraqlı gəldi, amma yenə hər nə olur olsun, vaxtında sadəcə siz bu açıqlamaları demirəm verməlisiniz, amma özünüzü ən azı meydanda bu formada aparmalıydınız. Bilək ki, mən açıqlamalara o qədər də inanmıram. Futbolçulara? Bəli, çünki futbolçular özümüz də bilirik ki, 200'də olur çox vaxtı. Bu klubda bugün gəlib bu armanı öpəcək, misal üçün əynindəkini, sabah gedib tutalım. İndi Real Madrid'də oynayır bu armanı öpür, sabah gedib Manchester City'də oynayacaq, 3 oyundan 5 oyundan sonra yenə bu dəfə də Manchester United City'nin belə deyək, armasını öpəcək. Mən yəni ən azından amma bu açıqlamalarda misal üçün mən gözləyərdim ki, oyundan sonra misal üçün komandanın aparıcı üzvlərindən biri də Thibaut Courtois
Deməkdənsə ki, misal üçün mən baş məşqçimin arxasındayım. Bu cümləni yenə qurardım, amma ilk öncə bu məğlubiyyətlərdən sonra məncə azarkeşlərdən üzr istəməli idilər. Heç bir istəmədi bu. Yox, istədi deyəsən, kimsə istədi. Hə, kimsə istədi. Ən azı komandanın aparıcı üzvlərindən mən mediada onun o qədər işıqlandırılmağını görmədim. Ən azından aparıcı üzvlər. Amma o da arada da bir necə. Çox sağ ol, yox. Ümumiyyətlə komandanın azarkeşlərindən üzr istəməli idilər ki, bu ardıcıl olaraq bu belə deyək nəticələrə görə bu belə baxımsız deməyəcəm yenə, məncə ki, haqq yemək istəmirəm. Amma ən azından qazanan nəticələrə görə uğursuzluqlara görə azarkeşdən üzr istəyib ondan sonra sən yenə fikir bildirə bilərsən. Lətif, radikal adı ilə normal azarkeşlər uzaqlaşdırıldı stadiondan. Sən gözləyirsən ki, onlar belə bir media effekt verəcəklər ki, azarkeşlərdən üzr istəyirik. Məncə mən gözləmirəm şəxsən bizdə kimsə üzr istəsin. Bir məqam var, fərmana keçəndən qabaq. Sənin konkret olaraq və qısa əsas səbəb nədir bu məqamlarda, bu problemlərdə səncə? O çoxluğun içində. Əsas pay sahibi nədir düşür? Əsas pay sahibi, bax belə deyim də, mənə görə şəxsən il yarımda Mbappe komandaya transfer olunub, amma Mbappe'nin nə Carlo Ancelotti, nə də indi Xabi Alonso komandaya düzgün şəkildə inteqrasiya edə bilmir. İndi deyəcəksiniz ki, necə inteqrasiya olunmalıdır bu adam komandaya? Bu adam komandaya elə belə deyək, oturuşdurulmalıdır ki, bu adamın özünün də düz məhsuldarlığı artıb. Amma mən sizi inandırıram ki, bu futbolçunu Mbappe'ni komandaya lazımi şəkildə inteqrasiya eləsələr, məhsuldarlığı da artacaq və digər futbolçularımızın da bizim keyfiyyətləri üzə çıxacaq, yenidən keyfiyyəti üzə çıxacaq. Bu bir. İkincisi, Bellingham əzələdən qayıdandan sonra Bellingham'i də komandaya düzgün şəkildə inteqrasiya eləyə bilmədilər. Xabi Alonso düzgün şəkildə komandaya inteqrasiya eləmədi Bellingham'i. Arda Gülərlə Bellingham'in bərabər oyunu biz kənardan görürük ki, yaxşı alınmır, amma mənə görə alına bilər əslində. Sadəcə olaraq Bellingham biraz daha arxa plandan oynamalıdır və bunu qəbul etməlidir. Bellingham sadəcə daha çox belə deyək, hücumun sivri ucunda oynamağa çalışır və yaxud onun arxa planında oynamağa çalışır. 10 nömrə kimi belə deyək də. Amma Bellingham'in əslində mövqeyi arxa planda olmalıdır. Bellingham arxa planda daha yaxşı oynayır, müdafiəyə də daha yaxşı kömək edir. Bellingham'in də belə deyək, bundan əlavə bizim yenə deyirəm 8 nömrə problemimiz də var. Bizim müdafiədə də problemlərimiz var. Valla problem 1 deyil, 2 deyil. Hansı problemdən danışaq? Fərman. Buyur Fərman. Və səncə? Girona, Celta, Atletico Bilbao, bir də Celta götürək də. Girona ilə məncə bəxtimiz gətirmədi. O da uda bilərdi məncə də. Uda bilərdi. Sadəcə biz gördük ki, Girona ilə tək Realla yox, Barcelona özü ilə necə oyun oynadı. Və birinci hissədə normal oynasaydılar, normal topallıqlar tutmasaydı, Barcelona'ya 4-ün vura biləcək. Barcelona güclə orada 2-1 utdu, 93-də vurdu, 94-də nəsə belə bir şey. Özüflik necə sevinirdi o qələbəyə? Çünki başa düşürdü axı məsələn. Məsələ o idi ki, çox çətindir. Bu dəqiqə Girona'ya hava su kimi lazımdır. Onlar bizə öz meydançasında özlərində oynadılar. Orada səfərdə idi elə. Həmişə problem yaradıblar. O vaxtlardan olub da. Porto'nun vaxtında, Ronaldo Real'da oynayan vaxt həmişə problem yaradıblar. Bizə poker eləyən qaqaş var idi, yadında 4-3 üzmüşdü. Militao'nun möhtəşəm oyunu. Nə orada çempionluq həll olunmuşdu da bir şey. Atletico Bilbao axıra saxlayacağam. Celta ilə oyunda komanda heç nə göstərmədi. Ümumiyyətlə. Problem o deyil ya. Birinci hissədə o Gülərin momentindən başqa mən heç nə görmədim. Bir də 10 nəfər qalanda bunlar nəsə başladı oynamağa. Sadəcə burada bir dənə Alonso'ya sual yaranır ki, udzursan, 10 nəfərsən, hər şeyi başa düşür. Sal da bu Endrik'i. Niyə salmırsan? Çoxdan salmalı idi. Sal oynasınlar da. Mən başa düşürəm, udzursan, 10 nəfərsən. Sən 10 nəfərlə udzursansa, məncə mənim fikrimcə sən orada 2-0 uzdun, 1-0 oldu. Heç bir fərqi yoxdur. Silahlarla oynasan. İtiriləsi heç nə yoxdur. Orada mən möhtəşəm belə deyim də hakimlikdən danışım ki, o Chouameni də ştraf etdi, Kareskidən sarı aldı da. Eyni ki, belə baxanda qardaş o bilə-bilə cərimə elədi, sarı belində idi. Amma ki, bir həftə əvvəl Atletico Bilbao oyuncusu eyni şey eləyir, Barcelona oyuncusu da qarşı. Bütün Barcelona azarkeşləri durur ki, qırmızıdır. Burada heç buna sarı vermir. Mən qırmızıdan danışmıram. Barcelona oyuncusu sarı vermir. Yox, Chouameniyə ştraf eləmədi, Celta Vigo. Orada heç ona sarı vermədi. Hücuma gedirdi də, Carreras ondan sonra 2-dən sarı aldı. Bellingham'in qaşını partladılar. Bu Bellingham'ə sarı verir, amma həmin oyuncuya heç nə vermir. Borja Iglesias idi, səhv eləmirəmsə. Məncə real problemi ən çox struktur futbola keçməyindədir. Nə üçün? Bax,
Girona ilə Celta ilə struktur futbol oynadılar. Alınmadı. Amma Bilbao ilə keçdilər keçən mövsümki oyuncuların öz improvizasiyası ilə güclü tərəflərinə 3-0 oldu və komanda çox gözəl oyun göstərdi. Sən demişkən də bu ən qəşəng oyunumuz idi. Bu mövsüm 100%. Məncə keçən ildə ondan Ancelotti'nin vaxtında, Zidane'ın vaxtında oynadığımız oyun idi. Sadəcə fərq o idi ki, o vaxtda Ronaldo, Benzema var idi, hansı ki kəllə vura bilir. Amma bunlar o yoxdur da. İndi məlum məsələdir, oyunçu yoxdur. Əldə olan material. Əldə olan material kifayət qədər deyil ki. Amma xaos yaradıb, xaosdan güclü sürətinə istifadə etmək o Realın Ruslan sözü var, stixiyasıdır. Özün balıq nətər suda özün hiss eləyir, eyni şey kimi. Amma ki bu mənə çatmır ki, sən burada 3-0 utdun. Əla, super, gözəl. Celta ilə niyə taktikanı dəyişirsən ki? Əsas məsələ. Eyni taktika ilə yenə də çıx, Celta. Qardaş, bizə belə deyək də söz ola bilməz. Girona ilə hardasa biz desək ki, bəxtimiz gətirdi. Celta'ya 22 ildir uduzmur Real öz stadionunda. 22 ildir. 77-ci ildə də qol vurmur. Aslan dəfə 77-ci ildə qol vurmurduq Celta öz meydanımızda. 77-ci ildə yala. 77. 50. Raja sizdən demək istəyirəm belə bəlkə də nə bilim kimi Ronaldo yox idi. Yeni rekordları qırmaq vaxtıdır. Sənin bir o keçən il onlar bəlkə Ten Hag Manchesterdə bütün nə anti-rekordlar var idi, yenilədi ya. Sonra Amarim onun üstündə də bir dəfə yenilədi. İndi Allah saxlamışlar. İndi Alonso gəlib Realda hər şeyi yeniləyir də. Mən yenə də deyirəm, Alonsonu bir oyunçu kimi çox bəyənirəm. Mən istəyərdim onda çox inanılmaz dərəcədə alınsın, qabağa uğur çox istərdim. Çünki insanda xarizma var, özündə belə deyək də maksimum dərəcədə centlmenliyi var, danışıq və amma ki nəsə çatışmır. Mən bilmirəm nəyə çatışır. Əlbəttə ki, mənim o lisenziyam yoxdur ki, mən onu qıraqdan nəsə deyim. Amma taktikanı niyə dəyişirsən? Başa düşdüm. Sən Rüdigeri buraxmadın ki, City ilə oyundan əvvəl zədələnər. Amma əslində sən Militao-nu buraxmamalısan. Çünki Militao zədə daha meyillidir nəinki Rüdiger. Və zədələndi də. 4 aylıq getdi Elçin. Fran Garcia-nı buraxmısan. Fran Garcia başı ümumiyyətlə mənə görə Real səviyyəsində oyunçu deyil, nə yalan deyim. Sizin də mənə bağışlayın. Amma sən məndən 4 il əvvəl, 3 il əvvəl spor edin. Keçən mövsüm əvvəlində də. Mən nə bilim bu nə gündədir bu? Mən nə bilim bu gündə olacaq. Onun sağ ayağı ancaq gəzmək üçündür. Mendidə də gəzmək üçün də çoxdur. Mendidə də sağ ayaq gəzmək üçündür. Amma bunun kimi debil deyil. Mendidə prosta sağ ayaq ancaq gəzmək üçün, amma müdafiəsi var. Hə də deyirəm də debil. Yetimçənin heç nəyi yoxdur. Nəyi var onun? Abi bilsən niyə 2 sarı aldı? Mən sən deyim. Tupoydu çünki. Yo. Təzə bir dənə üzr istəyirəm də xalaşqa gördü stadionda. Qaçdı ondan tanış olma. Abzalın balası qırmızı almaq vaxtıdır. Bibi. Uşaqlar, mən açığı öz fikrimi bir-birə qayıdaq. Bir dənə sənin o suala bir cavab kimi bir belə deyək. Slide show göstərmək istəyirəm. Uşaqlar televiziyada, bizdə prezentasiyada, PowerPoint-da. Sadəcə Abdullah əslində sənin sözünə cavabı verdi. O sən dediyin kimi məsəl üçün nəyə görə Celta ilə oyunda biz bu oyunu görmədik, Atletik Bilbao ilə oyunda gücü. Atletik Bilbao bizlə açıq futbol oynadı. Eyni Olympiakosla bizim oyunumuzun olduğu kimi Atletik Bilbao da bizə oyun təklif elədi. Oynamağa şans verdi. Bu arada 8 oyunda 2 qələbə, ikisi də açıq futbol oynayan komanda. Olympiakos və Bilbao bura. Tək problem o da deyil. Orada məsələ də var ki, komanda xaos yaradıb, xaosdan nəticə çıxardırdı. Bağlı komandaya qarşı xaos yarada bilmirsən də, problem ondan əvvəl deyildi. Bəs bizim podkastda əvvəlcədə də dediyimiz kimi bizim hücumdakı kasıbçılığımız, sırf sol cinata bunu artıq biz bir neçə həftə bundan əvvəl dedi. İndi İspaniya mediası artıq mətbuatda yayır ki, Real Madrid sol cinaha qapanıb, ancaq sol cinahdan hücum edir. Bunu da klublar tutublar. İndi ayrılırsınız sizə, qurban olun. 5 ildir o futbol oynayır ki. Bizim danışdığımız söhbətlər 10 gündən 15 gündən sonra İspaniya mediasında işıqlanmağa başlayır. Təbliğat gedir də bura təbliğ. Mən 2 ayda deyirəm ki, uzaqdan zərbə vurmur heç kim. Heç biri vurmur. Razıyam. Zərbəsi də var. Standart epizodlardan çox bərbad. Vəbşi biz nə gündə bu gün Əfqan desə paylaşdı. Las Palmasdan çağırdığımız o qaqaş hansı ki işçi standart epizodlar üzrə mütəxəssis, yəni küncdən zərbələr, cərimə zərbələr və s. Müdafiədə biz nə gündə cərimə zərbəsi zamanı, Uqlavoy zamanı. 100 kornerdən misal üçün neçəsini qolla tamamlayırsan?
Neçəsində buraxırsan bəs. Mən öz fikrimi Yavruçuluq, istəyirəm artıq konkret növbəti yavruçuluq. blokda deyim. Çünki mənim fikrim həm bu oyunlara, həm City oyununa aiddir. Sizcə uşaqlar yazın şərhlərdə La Liqada vəziyyət sizcə necə dəyişəcək? Dəyişəcəkmi yoxsa belə də ki davam edəcək? Çünki əslində gol oyun azlığı ilə Villarreal ikinci yerdədir. Elə ki bizdə bir oyun az keçirib. Udub da keçəcək ikinci yerə. Nəysə. Gəlin keçək City oyununa. ريال مدريد حلال. Deməli, uşaqlar, Lətif, sən mən dedin o dəfə getdim. Çox sağ olsunlar. Video registratoruna hədiyyə elədilər. Yollar azdır. Ha, yollar azdan. Özdə ki, o belə yapışdı, fırladırsan. Sən bax bu içəri çəkir. Konkret ürəyin necə istəyir. Bax bu Podkast çəkə bilərəm onu. Polnu. Niyə çəkmirsən ki? Podkast da çək, hər bir şey çək. Bax maşın sürəndə həm sürücünü çəkir, həm maşın qabağı çəkir. O, iki tərəfli İki şey. tərəflidir. Karta payı nömrə. Xüsusən də mən fikirləşirəm ki, taksi sürücüləri üçün də yaxşıdır. 100%. Çünki həm baxma da içəridə insident yaransa ki, sübut da əlində, plus yolda göstərir. Əlbəttə çox rahat da bir şeydir. Qoyursan, mənim üçün çox super oldu, əlverişli oldu Wow. əslində. Onlar bunu verirlər hədiyyə olaraq. Onlara hədiyyə verəcəklər. Bəs izləyicilərimizə də bildirək, uşaqlar, artıq sizə qeyd etmişdik. Artıq Fərmanın da video registratoru var. Yollar Az şirkətinin gözəl bir kampaniyası var yeni ildə. Yollar Az Instagram səhifəsinə öz maşın nömrənizi və mobil nömrənizi qeyd edirsiniz və ayın 30-da demişdim. 30 dekabrda 10 izləyicisinə onlar belə bir möhtəşəm video registrator hədiyyə edəcəklər. Ona görə də mütləq həm abunə olun Yollar Aza, həm də ki müsabiqəyə qoşulun. Lətif çoxdan istifadə edir bu Yollar Azda. Sən velosipedə də birim. Velosiped podkast çəkmək olur ondan yoxsa? Tak, uşaqlar keçək City oyununa və mən burada açıq Lətif, nə yalan deyim, başa düşürəm ki, neqativ danışmalıyıq, uduzmuşuq, amma mən biraz bunu qaldırardım. Ortaya gəlir. Çünki mən açıq nə yalan deyim, City oyunu xoşuma gəldi. Mən bunu mən demişdim və sözümün üstündə dururam. Mən şəxsən öz adımdan danışıram, heç Fərmanla Lətiflə danışmıram. Yəni hər kəsin öz subyektiv fikri var. Mən titullardan bolluqdur, doymuşam. Hər şey yaxşıdır. Titullarda heç problem yoxdur. Barcelona 70 dəfə La Liga çempionu olsa da bizə onsuz çatmayacaq. Amma məsələ ondan ibarətdir ki, mən oyunu istəyirdim və mən əslində oyunu gördüm. Mənə hətta İdman TV-də biz yayımda olanda soruşdular ki, Abdul, bəs nə fikirləşirsən City oyunda, proqnozun nədir? Heç nə deyəm mən. O mənada deyənmədim ki, dedim ki, Guardiola müdafiə futbol oynasa, artıq biz dediyimizə qayıdırıq da, birinci blokda danışdığımıza. Müdafiə futbol oynasa Guardiola gəlib bizə süpürə aparacaq. Amma hücum futbol oynasa bizim güclü tərəflərimiz onların zəif tərəflərinin üst-üstə düşür. Yəni belə build-upda qayıtmaq düzdür. Höysen yoxdur, hansı ki top ilk ötürmə verə bilər və s. Amma bizdə Carreras var və Carreras qısaca bunu demədik. Bu bütün oyunlarda yaxşı oynadı. Düzdür, bir dənə qırmızı aldı. O da nə yalan deyim, yersiz qırmızı idi hakim tərəfindən. Çünki sən pis idarə edirsən sözünə görə sarı verməzdilər. Amma nəysə bu La Liqada bu normal bir şeydir. Çempionlar Liqasında şükür Allah ki belə bir vəziyyət yoxdur. Çempionlar Liqası biraz başqa düzdür, problem oldu hakimlə bağlı, onu danışarıq. İspan hakimlər orada da hoqqa verir. 4-4-2 keçmişdi Celtic oyununda biabırçı oldu. Dünən qayıtdı yenə 4-3-ə. Amma necə qayıtdı? Biraz belə maraqlı qayıtdı. Gonzalo əsas heyətdə idi çünki Bappe zədələnmişdi və Bappenin növbəti oyunda da oynayıb oynamaması bəlli deyil. Biraz özünü diskomfort yaşadı Celtic oyundan qabaq. Birinci yılını buraxdı. Ardanı buraxmadı. Yəni biraz qayıtdı elə ki Atletico Bilbao sastavına və yeni nəticə biraz ortaya çıxdı. Yeni nəticə çıxdı. Yenə biz City-ni hansısa məqamda sıxırdıq. Biraz bəxtə gətirmədi. Həqiqətən mən fikirləşirəm ki, Xabi Alonso'nun City-nin oyunda sadəcə insan resursu çatmadı. Sadəcə mənim başqa bir problem var. Mən bütün bu günlər, həftələr ərzində fikirləşirdim ki, bu mənəvi problemlər var komandada ki, bunlar məcburdular hər oyundan sonra demək ki, biz dəstəkləyirik. Sən onsuz dəstəkləməlisən də qardaş. Sən demişkən, sənin borcundur. Klubu, azarkeşi, məşqçini qorumaq, bu formanın yəni armasını müdafiə etmək onsuz sizin futbolçu olaraq qardaş kontraktlarda yazılır o. Vəzifə borcundur zaten bu klub üçün savaşmaq. Milyonlar qazanırsan. Daha milyonlara da keçirəm. Milyonlar zaten qazanırsan. Yəni bəllidir ki, yəni sən milyonlara görə bunu eləyirsən ya da ki kimsə milyonlardan savayı şəxsi də istəyənə görə eləyir. Bu hər futbolçunun şəxsi problemidir. Ona görə bəziləri əfsanədir, bəziləri biz ona muzlu deyirik, nayomlikdir. Gəlir, işini görür, çıxıb gedir. Qardaş, mən prosta fikirləşdim ki, problem nəticədən qaynaqlanır mənəviyə, yoxsa mənəvidən nəticəyə. Və mənim ağlımda həftə bəcər yanıdır. Mən bəyalara o sual verdim, sən də o suala cavablandırmağa çalışdın ki, problem nədir? Və mən sizin tamamilə razıyam. Bu həftə bəcərdir.
Həm Xabi Alonsonun mənəvi hansı məqamları var ki, düzdür, yenə də azarkeşlər deyir ki, azarkeşlər futbolçular deyir ki, hamımızdan fərqli olaraq danışır. Hamımızın problemlərinə fikir verir və s. belə axır. Amma digər tərəfdən də ortaya bu xəbər çıxır. Mediada bilirsiniz də, indi maksimal dərəcədə atır ortaya məsələləri. Sözümün canı ondan ibarətdir ki, mən normal heç mən Bellingham məsələsinə belə qatılmıram. Necə qatılmıram? Düzdür, Atletico Madrid oyunda onu salmalı değildi meydana. Arda Güler tək oynamalıydı. Çünki biz 7-8 tur bundan qabaq belə oynadıq və qələbələr qazandıq arda-arda. Hansı məqamda yadınızdadır? Biz deyirdik ki, Allah 7 qələbə dalbadal, 8 qələbə dalbadal. Seriya idi artıq. Seriya idi artıq. Çempionlar Liqasında həmçinin. Qardaş, bu 1 həftə, 2 həftə sonra Atletico'dan sonra axı El Clasico oldu. Axı buraxdı Arda Güler'i Bellingham'dan meydana. Axı düzdür, Arda Güler biraz belə çöktü orada. Bellingham daha çox üzə çıxdı. Yəni yarım müdafiəni deyirəm. Yəni qolları vuran Mbappé'ni və s. biz başa düşürük. Amma qardaş, oynadıb da fakt bunlar birlikdə də. Deməli problem bu da deyil. Mən belə başa düşürəm ki, bunların problemi ondadır ki, bunların siz də mənə bağışlayın bir yeri şişib futbolçuların. Mən Xabi Alonso da problem görürəm. Mən burada deyəcəyiz ki, Abdul Xabi Alonso müdafiə eləyir. Qardaş, mən onu nə cəhətdən müdafiə edirəm? Mən başa düşürəm onun səhvlərini. Amma əgər futbolçu onu dəstək durmursa, yəni bir sənəcə sən dediyin ikiyüzlülük məsələsidir. Mən sənə deyə bilərəm, mən səni dəstəkləyirəm. Amma keçən başqa otaqda Lətif yaxşı uşaq deyil. Yəni Xabi Alonso yaxşı məşqçi deyil. Məni niyə az oynadır? Mənə niyə imkan vermir? Şərait yaratmır və s. və s. və s. və s. və s. Məncə sabah bura Zidane gəlsə də heç kim heç nədən sığortalanmayıb. Daha doğrusu məşqçi sığortalanmayıb. Bəlkə bunlar bir çox oyunçu var ki, Zidane görməyib də. Heç 21-də də görməyib. Bellingham onu görməyib, Mbappé onu görməyib. Düzdür, Mbappé deyirlər, Mbappé Vinicius'la yaxşı xatirələri yoxdur. Yaxşı xatirələri yoxdur. Rodrigo ilə biraz var. Yəni Carrerası tanımır, Hösnü tanımır, Rüdigeri belə tanımır. Yəni bir işləməyiblər də birlikdə. Qardaş, kim sığorta verə bilər ki, motivator Zidane qaydanda bu oyunçular özünü başqa cür aparacaq. Hansı məqamda hə, amma sonradan bəlkə nə dəyişəcək? Bəlkə heç dəyişmədi. Və digər məqam, qardaş, biz əgər struktur futboluna keçiriksə, bu baş məşqçiyə material vermək lazımdır da. Materialı yoxdur, əlinə gələnlə işləyir. Düz başa düşürəm, mən deyəcəksiniz ki, sastav heyət, geniş heyət. Qardaş, 9 nəfər zədələ oyunçusu var. Maralı məqam üstündə. Arsenalda da 6-7 zədələ oyunçusu var. Amma yenə də ikinci heyətdə dop doludur. Mən o gün Brugge-lə oyuna baxdım dünəndə. Qardaş, zədəli oyunçusu var. Amma yenə də ikinci heyətdə var. Çünki çox alıb da doldurub ki, qardaş, mən 2 heyətim olmalıdır. Necə biz həmişə misal çəkirik 16-17 mövsümündə Zidane vaxtında 2 heyət idi. Eyni məqam. Material yoxdur. Və əgər Zidane gəlsə, bu deməkdir ki, biz heç vaxt struktur futbolu oynamayacağıq. Siz razısınız? Çünki struktur futbolunu keçmək üçün lazımi oyunçu lazım idi. Hansı ki, Realda olub, xarizma, media cəhətdən, Xabi Alonso yazıda necə qaldırılmışdı media. Belə bir hal-hazırda potensial bir məşqçi yoxdur struktur futbolu oynadan. Bu isə o deməkdir ki, biz indi Xabi Alonso, yəni klub qovsa, yenə Zidane çağırsa, yenə individual oyun, yenə xaos oynasaq, biz heç vaxt struktur futbolu oynamayacağıq. Nə fikirləşirsiniz bu haqda? Başla. İlk öncə onu deyim ki, City oyunu açığı məni çox üzdü. Çünki mən ümumiyyətlə City oyunundan heç nə gözləmirdim oyundan əvvəl. Mən amma çox adam darmadağın gözləyirdi. Bərabərlik belə gözləmirdim açığı. Amma oyun onu göstərdi ki, biz hətta City-yə qələbə qazansa, City oyunda qələbə belə qazana bilərdik. Yəni buna görə də nəticə açıq məni çox üzdü oyundan sonra. Bəlkə də belə olmalı idi. Bəlkə də komandanın biraz daha belə deyək də birləşməsi üçün deyim, oyunçuların yenə inanmıram, öz dediyim sözə belə inanmıram. Çünki sənin dediyin kimi səbəbini konkret bilmirsən. Bəli, səbəbini konkret çünki bilmirik, amma ki yenə Zidane məsələsinə gəlirəm. Xabi Alonso ümumiyyətlə mənə görə Xabi Alonso'da ən çox çatışmayan odur ki, Xabi Alonso sanki böyük bir klubla işləməməyin əziyyətini çəkir. O 100%. Real Madriddə. Çünki Real Madrid birdən-birə siz təsəvvürünüzə gətirin ki, Leverkusen misal üçün 3-cü pillədədirsə, sən 3-cü addımdan birdən-birə qalxırsan, ən zirvədə dayanırsan. Və hansı ki, dünya futbol tarixində mən inanmıram ki, təzyiq Real Madrid səviyyəsində olan hər hansısa bir ikinci klub ola, hansısa bir dövrdə. Guardiola dedi də oyundan qabaq. Dedi mən belə oynasaydım keçən ilki kimi Realda olsaydım istəyir. Yox, mənə qovardılar 6 ay sonra. Mən Guardiola olsam belə. Bu təzyiqlərin fonunda mənə elə gəlir ki, Xabi Alonso əziyyət çəkir. Bu bəncdə belə özünü göstərir, oyun zamanı belə özünü göstərir. Xabi Alonso 40-cı dəqiqədən etibarən hesab 1-1 olandan sonra artıq
özündə deyildi. O yəni oyunun getdiyini sanki fikirləşirdi ki, oyuncu mənim əlimdən gedir. Adam neçə dəfələrlə göstərdi 50-ci, 60-cı, 70-ci dəqiqədə adam özündə deyildi, üzünü qaşıyırdı, nəsə stres keçirirdi, həyəcan keçirirdi, narahatçılıq keçirirdi. Yəni bunların hamısı yenə deyirəm, medianın təzyiqi adamın üzərinə də hopur, istər-istəməz azarkeşlərin təzyiqi, klub rəhbərliyinin təzyiqi, hətta oyundan əvvəlki belə deyək, açıqlamalarda, medianın açıqlamalarında, xəbər portallarının açıqlamalarında görüldü ki, komandanın rəhbərliyi Xabi Alonsodan artıq qəti şəkildə nəticə gözləyir, nəticə tələb eləyir. Və xəbərlər çıxır. Sisiyə udursan, qovulacaqsan. İndi yenə xəbərlər çıxır. Bunlar bilirsiniz, biz Xabi Alonsonu heç bir təcrübəli məşqçi ilə əslində müqayisə etməməliyik. Düzdür, Xabi Alonso Real Madridin baş məşqçisidir və bizim tələblərimiz də buna görə Xabi Alonsodan. Mən şəxsən burada mənim bu qədər sakit danışmama baxmayın, məndən aqressiv danışan Telegram kanalımızda ikinci adam inanmıram olsun Xabi Alonso haqqında, amma oturub dərindən düşünüb danışanda görürsən ki, Xabi Alonsonun adamın Carlo Ancelotti'nin misal üçün yaxşı qədər Xabi Alonsonun yaxşı qədər Carlo Ancelotti'nin təcrübəsi var. Yaşanmışlığı var. Adam o əfsanə Milan heyəti deyilən Milanın baş məşqçisi olub. Adam illərin təcrübəsidir. Hansı ki, Xabi Alonso futbola başlayandan adam baş məşqçisidir. Carlo Ancelotti. Bu en qədər bu tip situasiyalardan çıxıb. O gözəl bilir ki, medianın təzyiqinə qarşı necə mübarizə aparmaq lazımdır. Amma o belə hardasa sonuncu mövsümündə bununla bacara bilmirdi. Düzdür, medianın təzyiqi ilə hardasa bacardı, amma onun əlində yetərli qədər material yox idi. Hətta mən deyərdim ki, indiki material Carlo Ancelotti'nin əlində olsaydı, kaş o mənzərəni görərdim, ondan olacaq oyun, onda nə kimi istifadə oluna bilərdi. Amma sənin dediyin məsələyə gəlmək istəyirəm. Sən çox yaxşı bir yerə, belə deyim, fikrimizi çəkdin. Mən heç onu düşünməmişdim. Ehtiyat oyuncular skamyası. Arsenalın, misal üçün, və yaxud da ki, digər böyük Chelsea olsun, Arsenal olsun, misal üçün, Liverpool olsun, digər böyük klublar, top klublar, ehtiyat oyuncular skamyası elə səviyyədə qurulub ki, adamların start heyət futbolçularını əvəz eləyə biləcəyi və yaxud da ki, oyuna sonradan qoşulub oyunun taleyini dəyişə biləcək futbolçuları var. Demək olar, bütün top klublarda bu var. Amma biz top klublarının ən zirvəsində olan bir komanda kimi bizim ehtiyat oyuncular skamyasından oyuna girən Fran Garcia'dır, Brahim Diaz'dır, misal üçün Gonzalo Garcia'dır, Endrick'dir, hansı ki oyuna buraxılmır. Yarısı formsuzdur, yarısı oynamır. Yarısı formsuzdur, yarısı zədədən qayıdıb, yarısı ümumiyyətlə mənə görə La Liga'nın ilk 10-luğunda oynayan komandaların heyətinə düşə bilməyəcək Fran Garcia kimi futbolçulardır. Bu nə ehtiyat oyuncular istəmir? Nə gözləyə bilərik biz misal üçün də bu heyət? Söz və dəstək olaraq deyim, həqiqətən fikirləşirəm ki, dünən çatmadı resursu və Fərmanın da sözünə dəstək deyirəm ki, Fərman demişdi, sən hansısa oyun haqqında bəyalara ki, çıxart da hamısını, çıxart risk elə, uduzursan. Sisiya oyunda onu elədi, həqiqətən. Endrikə qədər çıxartdı. Endrikə keç saldı. Endrikə keç saldı, amma dayaqdan imtina elədi. Mən də qorxdum, hansı məqamda Telegramda belə yazdım ki, Guardiola doldurur indi oranı. Reindersiz adı buraxdı dayağı. Dayaq boş idi. Dayaqda Brahimlə Arda oynayırdı. Yəni biz dayaqdan başlayaraq artıq hücumdaydıq. Sıxırdıq sadəcə. Əlbəttə ki, Guardiola da bu ümumi situasiyadan istifadə edərək oyunu qurutmağa çalışdı və qurutdu. Çünki yaxşı oyunçuları var və Mbappe çatmadı açıq biraz. Mbappe olmasın, istəm üstə başqa ad deyim. Hücumçu normal hücum çatmadı. Mbappe lazım idi. Mən dünən biz gol vuranımız yox idi. Dünən biz asma ötürmələr eləmirdik. Biz yerdən oynayırdıq. Mbappe isə yerdən oynamağı bacarır. Əgər söhbət ondan gedərsək ki, biz asma ötürmələr etdik, kəllə vuran yox idi. O başqa məsələ. Deyərdim ki, məsələn, hücumçumuz çatmadı. Amma yerlə oynayırdıq. Bu axırıncı o zərbəni vuran yox idi və tezis qısaca fikirləriniz maraqlıdır. İndi xəbərlər çıxıb ki, Alonso 3 oyunluq vaxt verilib. Alaves, Kubok oyunu və Sevilla. O normal nəticə olmasa qovulacaq il sona kimi. Qısaca nə fikriniz var bunda? Doğrudurmu ya? Bir dənə City-dən deyəcəm ki, dünən komanda ilə fəxr elədim. Bildiyin, bəli, mən o birisi verilişdə yanındaydı. Mən Realın 1-3 məğlubiyyətini dedim. Nəyə görə fəxr eləyirdim? Çünki qardaş komanda döyüşürdü. Rodrigo belə gol vurdu, getdi Alonsonu qucaqladı. Vinicius oyundan qabaq intervyu verirdi ki, Xabi Alonso biz dəstəkləyir. Mən gözləyirdim ondan. Elədilər. Podkastımızda da demişdik, əxlaqarda elədilər. Komanda belə də can atırdı. Endrikə qədər can atırdılar və gol o planqaya dəyəndə belə məyus oldu ki, vura bilmədim. Komanda istəkli oynadı. Yenə də deyirəm,
xaos yaratdılar, istədiyini elədilər. Komanda xaos lazımdır. Real struktur komandası deyil. Alonso da onu başa düşərək o xaosa keçir. Bəs strukturlu xaos lazım. Mən istəmirəm strukturu Realı. Strukturlu xaos lazımdır bəlkə. Struktur sözünü vəbşə yığışdı. Mən xaos istəyirəm. Qardaş, mən uşaqlıqdan Reala baxandan Realda struktur yoxdur. Barcelona ömür boyu tiki-takasını oynayıb, paslaşma və s. Real ömür boyu xaos oynayıb. Ömür boyu Realın gözəl ötürmələri, kontratakları, qəşəng hücumları. Çünki bunların individual olaraq Realın oyunçuları Barcelona oyunçularına güclü olur. Deyə bilərsiniz Messi, nə bilim, nə, amma ki, özülünə qədər, Bale-na qədər, nə bilim, Zubasik, Ronaldo, Zidane, Beckham, hansından danışım, hamısı individual olaraq çox güclü olub. Bir dənə şey deyəcəm ki, birinci qolda cərimə idi, Courtois əlindən tutmuşlar, qol yox idi. 100%. Penal var idi və Asensio üstündə yıxılardan da penal yox idi. Ən pis halda Etçəli oyunuydu. Hə, o oyun Etçəli idi. Ən pis halda. Sadəcə dediyimiz kimi resursu çatışmadı, ən çox da Mbappé-si çatışmadı. Və biraz müdafiədə çatmadı. Çünki müdafiədə 6-7 müdafiə hardasa, amma ki sən dediyinə görə mən əlbəttə mən Zidanı Alonso'dan çox istəyirəm. İstəyərdim ki, Zidane gəlsin, 20-30 il Realda olsun. Uduzsa da, amma ki bu dəqiqə vəziyyətdə mən istəmirəm Alonso'nun getməyini. Çünki Zidane gəlib, bəli, onun belə deyək, avtoriteti, hörməti, nə bilim, vuran əli deyək də başqadır. Hamı ondan çəkinəcək. Sən deyib ayaqları düdüyünə bir yerə şişib. O hamısının pısı yatacaq. Çünki fransızlar üçün Zidane əstəğfurullah Allah əvəzidir. Vinicius Zidane heç nədir. Onun üçün o Ronaldo belə deyək, əvəz edən baş məşqçidir. Vinicius onun üçün vəbşə heç nədir. Beyni atacaq, deyəcək vəbşə get üçüncü səsdə. Hə. O da oynamayacaq, atacaqsa onun üçün fərqi yoxdur. Ona görə də mən istəmirəm, amma getsə belə istəyirəm Zidane gəlsin. Amma inanmıram. Lətif, səncə mövsüm il sonuna kimi, yəni bu bir ay ərzində Xabi Alonso'nun nəticə normal olmasa, qol olması doğrudur yoxsa? Xabi Alonso'nun qol olacağına ümumiyyətlə hələ inanmıram. Çünki Alaveslə oyunda mən açığı komandanın qələbə qazanacağını gözləyirəm. Çünki həqiqətən yaxşı vəziyyətdə olmayan bir klubdur da, bir zəhmət udunda yəni. Hə, mən şəxsən belə deyək də, bizim aramızda əgər futbol mərci ilə belə deyək də maraqlanan uşaqlar varsa, azarkeşlər varsa, 100% mən yəni Real Madridin qələbə qazanacağını gözləyirəm Alaves maçında. Çünki bütün futbolçular hər şeyini qoyacaq həmin oyunda ki, oradan o çıxarlar, qopartsınlar, alsınlar. Çünki bu bizə lazımdır, hava su kimi. Hətta mövsümün digər bu belə deyim, dekabr qrafikimizdəki oyunlarda da mən hətta belə deyim sizə, mən Super Kubokda Real Madridin qələbə qazanacağına da inanıram. Çünki İspaniya klubları içərisində hardasa yenə deyim, düzdür, son nəticələr o qədər də ürək açan deyil, amma Real Madrid dünənki oyunu ilə göstərdi ki, əslində istəsəm eləyərəm. İstəsə eləyər. Yəni istəsə eləyər. Bəzi sadəcə olaraq belə deyim də, burada emosiyalar da hardasa üzə çıxır. Futbolçular da gələk bəzi şeyləri kənara qoysun, öz egolarını mı deyim, öz şəxsi belə deyim, şəxsiyyət mənafeyini də qorumasın. Mənafeyini qoysun kənara. Düşünsə heç Xabi Alonso üçün də yox. Sadəcə olaraq misal bizə görə də nə olar da Allah. 100 min azarkeşi sən yığırsan meydana futbola baxmağa da. 100 min azarkeş də özdə az pul verib gəlmir oyuna baxmağa. Çoxsu da digər xarici ölkələrdən gəlirlər ki, sırf həmin gün üçün Real Madridin oyununa baxmağa gəlirlər. Yəni sən artıq bəzi şeyləri kənara qoyub sırf öz oyununa fokuslanmalısan və mənə elə gəlir ki, bundan sonraki inşallah ki, ümid edirəm ki, oyunlarımız bu şəkildə gələr və bir də fikrimi qısa cümlə ilə tamamlayım. Mən çox istəyirəm ki, bundan sonraki oyunlarda Mbappé'ni sağ cinahda bir yoxlasın. Sağ və mərkəzə yönlü sağ cinahda. Vinicius'a tam sol cinahı buraxıb sağ cinahı versin Mbappé'yə və mərkəzi versin Mbappé'yə. Mənə çox maraqlıdır ki, onda nəticə. Qardaş, Mbappé'ni istəyir dayaqda oynatsın. Nəticə olsun və ən əsası nəticədən savayı oyun olsun. Mbappé onsuz da vuracaq. Mbappé'yə düşsə moment Mbappé vuracaq. Absurddur. Mən şəxsən fikirləşirəm ki, sonda prosta deyim. Mən şəxsən fikirləşirəm ki, Alonso'nun mövsümün istənilən məqamında yaydan savayı, yay xaric qovmaq absurddur. Düzdür. Absurd. Uşaqlar, siz isə öz fikirlərinizi yazın. Xabi Alonso'nun qovulması və ya qovulmaması. Bu haqda nə fikirləşirsiniz? İstəyirsinizmi ki, məsəl üçün Zinedine Zidane gəlsin və yaxud da istəyirsiniz ki, Carlo Ancelotti bütün işlərini atsın, qayıtsın. Bu haqda fikirlərinizi yazın. Biz isə keçək elə sizə aid son qısa blokumuza. Real Madrid halal. Uşaqlar, oxuyaq sizin şərhləri keçən buraxılışın altında bir neçə belə ayırdıq özümüz üçün maraqlı sözlərinizi. Ayxan 5114.
Məncə biraz da vaxt vermək lazımdır Xabiyə. Medianın qara PR-ı çox sıxır, həm Xabini, həm oyunçuları. Biraz relaks olsun. Razıyam. Yəni ki, siz də razısınız. Yəni bir ayaq dediyiniz kimi media ümumiyyətlə çox vəfşi. Yəni media üçün realda problem var, çörəkdir. Valla yəni Real da yaxşı oynayanda, hücum oynayanda biz bilmirik rəqəmə nə paylaşaq. Bütün medialar yatıb qalır ki, yəni Real utdu da niyə utdular? Bu qədər də artıq çoxdur valla. Bu qədər həqiqətən çoxdur. Ayxan, Çoxdur. tamamilə biz sənin fikrinə razıyıq. Keçən növbəti şərhimizə. Kənan Məhərrəmzadə 132 yazır ki, komandanın ən böyük problemi egodur. Realda hal-hazırda oyunçuların egolarını idarə edəcək məşqçi uğurlu ola bilər və salam. Ya da oyunçular kökündən dəyişməlidir ki, Xabi sıfırdan komanda yığsın. Əgər uğurlu olmaq istəsə, Xabi oyunçuların egolarına sahib çıxmalıdır. Onları ələ alsın. Zidane və Ancelotti buna görə uğurlu oldu. Məncə elə dediyimiz fikrə dəstəkdir. Mən başa düşürəm ki, Kənan deyir ki, qardaş, ya yığ komandanı, ya 2 aydan sonra basbayla Zidane gəlsin, mən də normal futboluma baxım. Halbuki mən son dəfə Zidane gələndə normal futbol yadımda deyil. Bəs görər. Nə yalan deyim. Keçən növbəti şəhərimizə. Sən Zidanı təqdir edə bilmərsən. Mən kiməm ki? Zidane kimdir ki? Karpenter. Keçən növbəti şəhərimizə. Növbəti şəhərimizə keçək. Qürur Kərimli. Salam, buraxılışları YouTube-a atanda hər buraxılışı hər oyun sonra atırsınız. Bu buraxılışı veriləndə Jirona'nın oyunu oldu. Onu necə düzəltmək olar bir dəfə? Yəni başa düşdüm Qürur. Sən istəyirsən ki, biz hər oyundan sonra çəkək podkast. Birinci məqam ondan ibarətdir ki, bu ərəfədə 3 oyundan 1 oynayırdıq. Demək olar ki, 2 həftə ərzində 5 oyun oynadıq. Hə, biraz məqam müəmmalı bir məqamlar idi. Texniki cəhətdən biraz alınmır. Bir də ki, söz verdiyimiz kimi biz Lətifi xəstələndirdik. Biz yox, sən. Yaxşı, mən xəstələndirdim. Söz verdim qardaş kişi kimi. Öz sözümün üstündə durdum. Ona görə də Lətif bir həftə yatdı, qayıtdıq. Mən də bu lupun qarşısını aldım, belə deyim, döngünün qarşısını aldım. Fərman Podkastda gəlmədim ki, Fərman xəstələnməmişdi hələ. Xəstələnməsin. Fərman xəstələnməsin. Yəni Fərman xəstələnməmişdi. Elə ki, məcbur da bir də getməklə deyil. Əfqan, salamlayıram səni. Şəhrivi oxudum. Bəli, yes. Biz buradayıq Əfqan. Vinicius canı o tərəfdir. Sağ tərəfi boşdur. Uşaqlar, çox sağ olun diqqətinizə görə, bizim videoya baxdığınıza görə. Bol-bol şərhlər yazın ki, biz növbəti buraxılışda sizin şərhləri oxuyaq. Alonso haqqında, komandadakı problemlər haqqında və 8 oyunda 8-2. Boşum, şərhləri yazın və orada sosial şəbəkələrimiz var. Onlara abunə olun. Əsas odur ki, izləmədə qalın. Hala Madrid.